Hamınıza salam aleykum dostlar. Nətərsiniz? Ümid edirəm ki, yaxşısınız. Bugün sizinlə birlikdə gördüyünüz kimi FIFA videosu ilə qarşınızdayım. Bir dəqiqə dostlar. Ben FIFA videosu ilə qarşınızdayım. Bugünkü videomuzun yani amacı odur ki, biz bugün yani et oynayacağıq, et sərəcək və belə bu papağı aldım, burada şu başlığı aldım və elmas elədim özümü. Dünən bu qohumumdan adı Nicatdır. Əslən Nicatdır. Mən ona Niko deyirəm. Yəni onunla video atıb atmışam YouTube'a. Biz elə bilmişik videoda mən danışırdım ondan. Amma elə bir ki şeydə danışıq video olmayıb. Mobizen proqramında bilmirəm olmayıbdı, amma indi yəqin ki bu olacaq. İndi səsim yəqin gəlir. Nəysə elə bir bugünkü videoda heç elə et oynayacaq. Bu yeni aldığımız özü saçla oynayacağım. Ben bu saça uyğun bir dənə kombin qurum. Mavi də sizlə mavili kombin quraqdırsa bu paltar belə parıldayır falan deyə bilərsən. Mənim nəsə heç xoşuma gəlmirdi qaqa. Bunu sevmirəm, nədənsə sevmirəm. Biraz pisliyi məncə. Nəsə onu başım bırax. Bu yox, bir dəqiqə. Kahraman paltarlarından biri ilə girək görəsən. Kahraman. Kahraman başım bırax. Bak belə bir paltarımız da var, bu var. Bu mən qırmızı və kartlarla aldım. Bununla oynayıb pisiyəm, xoşuma gəlmir bu. Sizlə oynayıb. Baxın, buna uyğun babat bir dənə kombin quraq. Bilirsiniz, bunu qoyub köynək kuşam çox zordur. Nəsə xoşuma gəlir o. Bu yox, bu qoy elə. Bu daha yaxşıdır. Bu indi indirilir. Oldu. Bundan sonra bu biraz sana qaqa. Buna baxın, elə bir şey deyib botdur, bot. Böyle geyinirlər ha, ona oxşuyur. Başımız bunda. Ayaqqabılarımız mən ən çox geyindim ayaqqabı baxın. Budur. Amma bunlar heç bir də mavi ayaq. Bu biraz mavi kimidir bu quşanaq. Göz eləsi belə. Başdan belə olsun da, bununla elə uyğun, qəşəng bu yaraşır. Özə dostlar, mən belə görə bilərsiniz ki, belə rahat danışıram falan. Yəqin dünəndən əvvəlki videoda, o günkü videoda, yəni 6-cı gündəki videoda demişdim ki, bir gün səhər saat 8:45-də, yəni birinci gün 8:45-də hesab kurtarmam aktiv olacaq və bu gün birinci gündür və saat 10:28-dir. Yəni demək istəyirəm, hesab kurtarmam aktiv olubdu Free Fire. Yəni də mən Free Fire-da rahatam, ona görə də gecə gündüz oynayacağım. Mən o qədər də rahat deyildim deyə belə girənmirdim də oyuna. Nəysə. Rahatım indi. Rahatım güzel bir dəqiqə. Nə kuşanaq qaqa. Dostlar, əgər arxadan mahnı zad da gəlsə belə biz bilməyəcəyik. Çünki mən bayaqdan da burada özüm üçün bilirsiniz nə edirəm. Elə bir Free Fire kasıram da. Heç kasa arxadan mahnı qoşum. Məsələn, old mahnılar falan. Yəni arxadan gələcək. Amma səsini az eləmişəm. Evdə yatan adamlar var. Video düşməyə də bilərsiniz mahnı. İndi məncə biraz düşə bilər. Ay bilə, başım qarşı televizora. Ay. Arxadan gələ bilər mahnı. Bilə, dostlar, nə hesablaşım, başım mahnıya qarşı deyə. Bu da gələ bilər. Yəni, bəli, eşidə bilərsiniz, yəqin mahnı biraz gəlir. Biraz azaltdım. Başqa bir dənə belə oldu mahnı da qoyacağım belə 2024-ün. Funk of Suffering mahnısı. Qəşəng. Ya mahnı qoşaq girəm. Nə xəbəriniz olsun, amma yenə də danışmağa çalışacağım. Özdə dostlar, çalışacağım şeydə videolar atım. Shorts videolar da atım. Ayda nəyə gücləndirim mən? Ağı gücləndirək. Bir də belə
rəqiblərimizdən məncə bizim komanda hər şey profilə baxmaq deyil. Məsələn, bunlarla dostlarımızla. Bax, məsələn, dostlarımızın profili biraz ayıb bilir. Bax, bir adam çıxıb, Zokirov 10. Alt, bax, o niyə çıxıb şəxsən. Məsələn, 3 vs 4 atırıq da hal-hazırda biz. Bax, qaqa, niyə belə eləyirsən axı, ay Zokirov, hə? Sənin oradan minikləyəcəklər, bilirsən, da, Allah getdi. Aha, deyirəm dostlar, %1 milyard faiz uduzacaq. Hələ. Ya, qabaqlayırlar, Bir dənə baxım, nətər ölmüşəm. Dostlar, bu mahnı o yüzden Brodiyaga Funkiyacın çoxunuz bilərsiniz bunu. Baxın bu. Yacın mahnımız bilirsiniz və dostumuz 1 vs sizə satar 4. Məncə mahnını dəyişdirir dostlar. Mən belə mahnını dayandırdım. Mən həmişə videolarda mahnı olanda belə arkası. Bir dəfə də qoymuşdum. 4-5 ay əvvəl, noyabrda, 4-5 ay əvvəl. Onda yanlış usta olmaq üçün kasırdım. Mən o vaxt uduzmuşdum. Amma usta olmuşdum mən bir sezon, amma videonun içərisində bir dəfə udsam eşitsə usta olurdum. Arkaya mahnı qoşmuşdum, başım mahnıya qarışdı deyə uduzmuşdum. İndi də başım mahnıya qarışıb deyə belə də belə bu gündəyik. Xəritə deyəsən yeni gəlib. Mən bunu ilk dəfə görməmişəm. Yəni görmüşəm 4-5 dəfə, 5-6 dəfə çıxıb qabam, amma niyə belə qəribə xəritədir? WhatsApp yanıcı qaqa, FIFA niyə belə su altı şey gətirib? Nə məqsədlə? Su altı günüdür, nə bayram, su altı bayramdır zat. Bu məqsədlə falan. Nəyə görə gətirib də bunu? Bax, məsələn, bu silah nədir? Oy, belə. Silahı ikinci dəfə işlədirəm. O gün həm işlətmişdim. Elə biləm bot silah zatdır, yaxşıymış. Ay bilə. Bax qaqa, sən bilirsiniz nətər olduqsa. Bax bir baxın. Bax bunu deyirəm. Bu arxadan vurur, bu da qabaqdan vurur. Mən kim olsa daşım indi. Dostlar, mənə görə məncə də biz bu turu, bu oyunu uduzduq. Bu gün özə bilirsiniz, mən 8-ci sinifəm, səhər dismeniyəm. 8-də məktəbdə olmalıyam, gün orta 2-də qayıtmalıyam. Bu gün yəni mən dərsə getməmişəm. Həm Bakıda hava biraz soyuqdur, amma günəşdə çıxıb burada və mən Bakıda qalıram. Özəkiyə görə, yəni boş dərslər falan filan var deyə getmədim. Özəki getməmən yaxşı, Free Fire qurtarmasını gördüm. Mən səhər gecə yatanmadım, 8:45-i gözləyirdim. Qoy Free Fire qurtarma, rahat ol, yəni aktiv olsun. Mən də rahat olum. Mən səhərə qədər onun aktiv olmasını gözlədim. Səhər saat 7-də durdum, elə bilmişəm aktiv olubdu. Nə həsədləşməyəcəm, elə bilmişəm aktiv olubdu. Sonra görürəm 7 falandır. Girdim, bəlkə yenə də olar falan. Görürəm, yox, hələ 1 saat istəyir. Qayıtdım, yatdım, durduqdan sonra da gördüm saat 9:15-dir. Belə 9:15-də də gəldim, gördüm ki, aktiv olub, yəni sevindim da. Belə əsəbləşirəm. Hesabımın əvvəlki hesabımın kahraman şeyini az qaldı olmağımı. Əvvəlki hesabımız 7 dəfə BR-də 7 dəfə bir dəqiqə dostlar. Uduzmuşuq bir yer. Nə səsim mən istəyirdi. Uduzmuşuq da nə səsim mən. Sən yaş XM8 seçək. XM-də nədir bilmirəm, bu poxu seçək. Yəni deyirdim ki, əvvəlki hesabımda 7 dəfə BR-də 7 dəfə X-də, yəni ümumi 14 dəfə kahraman olmuşdum və sonra hesabım çalındı. Bu hesabımda isə BR-də 6 dəfə, X-də 7 dəfə kahraman olmuşam. Əgər bu sezon indi kahraman olsam, yəni deyək, olsa hamı bilir ki, olacam, çünki iyunda təzələnəcək. İyuna qədər, yəni qaqa, polunu da olacam da. Yenidən X8, yəni 14 olmaz qab. Bu hesabımda yəni 13 dəfə kahraman olmuşam, əvvəlkində 14. Etsaz qalmaz olmamıza elmas 2-yəm. Mən orada lox kimi kurtaran kimi aktiv olmanı gözləmişəm deyə girmədim. İndi də aktiv olub deyə gecə gündüz girəcəm.
Darıxmışam yönünü. Mən arada buraxdım və buraxdığıma görə o arada biraz peşmanım. Bəzi bir dənə etkinlikdə olmadım. Mən arada 2026 Ramazan bayram etkinliyində olmadım, amma Ramazanın sihirli küpünü aldım təbii ki də. Oy bula. Qaqa bəsləyin də. Bu silah çox zor silahdır. Bilmirəm. Bu yeni şey gəlmişdi etkinlikdə. Məsələn yeni gələn o sıxısı rəngi çıxmır da qaqama. Allah çıxmır. O əsəbimi pozurur mən. Çıxmamağı. Lə, hardadır bunlar? Ay nə edirsən? Yəni dostlar, dostumuzun nədiklərinə görə dostumuzun adını mən üzr istəyirəm. Mən xiyaram. Ayam xiyar. İngilislər demişdim. Özümə çünki bomba atdım. Ay belə mən niyə çıxdım o ortalığa? Qaqa öldürərsən. Ay bot. Ay bot 1vs2 at deyə qaqaş. Belə dostlar canlı pısas vızqırsın bizə uğurcaq gətirməyə, yəni uğursuzluq gətirdi. Amma ekstra bir ulduz sat verməyəcək bu oyun. Elanda ekstra bir ulduz verməlidir axı. Nəysə, çox da acımıza da deyil. Özədinənki videoda kimsə demişdi ki, şey atarım. Məmmədov adlı bir qaqaş demişdi, adını vermişdi. Mən onu arkadaşlık atdım. Kobra Tıt elə bir şeydi adı. Yəni qəbul eləyər, oynayarıq birlikdə. Mən bunları bu gün polna eləyərəm. Bu deyirsən 33 dəfə adam öldürməkdir bu. Nədir bilmirəm bu nədir. Gəl bulacağım tərcümə eləyim. Bu niyə ruscadır qaqa? Mən millətin yutmazlarına baxanda baxın bunlar sizinlə yaxşı bax bunları bildik çarmazı türk. Bax bunlar da türkçə olsun. Bu ruscadır. Millətdə amma bu Azər türk dilində falandır. Neysə. Çevirək. Baxın bu sıxısını deyirəm. Sıxısı çıxmır. Bax burada bu kaosun tırpançısı çox xoşbəxtəm. Buranın hər şeyini süpürmüşük. Bizə bu lazımdır bizə. Buradan da bizə ancaq bu lazımdır və Seliçlə aldığım kostyumda deyim. Mən Seliç elə gələndə başladım da Free Fire-a, yəni yenidən. Bir ay buraxdım aranı. Bir aydan sonra oynayıb başlayan görüm Seliç gəl. Seliçlə gəlib baxım kostyum aldım. Bu. Dəqiqə. Kimsə gəlsin. Amma mən indi videonun sonuna gəldim. Yəni dostlar, bugünkü video biraz qəribə oldu. Öz axşam tərəfi saat 5-də ya da 6-ın yarısı. Bax deyirəm 17:00-dan 18:00 arasında bir dənə canlı yayın açacağam. Kimdir? Bu ona kim sərcə açıyor? Yaxdım mı? Xiyar şeydir. Neyse dostlar, bu belə bir şey almışıq. Baxın, mən bunun ən çox nəyini sevdim, nəyini sevmədim deyim sizə. Baxın, saçını sevmədim. Gözünü sevdim, bu göz çox məşhurdur. Baxın bu. Çox adamda görmüşəm deyə bu göz yaxşıdır. Baxın bu paltar bu paltar heç nə deyəmmərəm. Bu özüdür, bomba kimidir. Şalvar xoşlamadım, ayaqqabını da çox sevmədim. Paltarda ən sevdiyim şey buydu. Mən də məcbur bunu aldım. Çünki mən orada olan ən yaxşı oğlan kostyumdan almışam. Sözüm qaqa neçə qədər mənim sirli kostyum var. Gəlin sayaq da. Baxın bu bir, bax sayıram, əlimlə sayıram bu bir. Baxın 2, 3. Nə getmir ala? 4 5, 6, 7 dənə sihirli kostyumu var qaqa. 7 dənə. Nəysə dostlar, bir dənə bomba kimi kombin quraq. Bizim əsas kombinimizi yəqin bu YouTube'un hesabı, bu kanalımızın əvvəlki, yəni kanalımızın takipçisi edə bilər ki, mənim əsas kombinim budur. Budur. Amma mən bəzən yəqin sizə bir şalvar dəyişib bunu qoyuram. Mən amma deyəsən şalvar dəyişib bunu qoyurdum da mən hələ bunu qoy.
Hə, dostlar, baxın görüm buradan necə silah 151 silah dəsənimiz var. Baxın, siz də dostlar baxın, mən ən çox nə dəsəni var? Ən çox hansı silah dəsəni var? Məncə də AK-dir. 7 dəsən nədir qaqa? Baxın, bu var. Hesabımda quşamışım. Çünki əvvəlki hesabımda AK dəsənləri çox pisdir. Bu var, bu ikisinə tək atmışam, bu ikisinə. Başqa bir dənə bu var. Bu işlər bu da çox zordur. 30 gün deyilə bilər onu quşamışam. Başqa da eski hesabımı sizə mən gəlin. Eski hesabımı sizə göstərim. Klanı buydu. Əvvəlki hesabımın klanı. Baxın bu da klan sahibi. Baxın bu hesabım. Eski hesabım buydu. House yəni sizə kaos deməkdir ingilis dilində. Hesabım çalındı və oyundan sevdiğim paltarda paltarlarının paltar deyil idi bu qırmızı kahraman. Ataş o haydutu da çox sevirdim. Amma ən sevdiyim paltar yəni bu deyil. Bu hesabımda çapsane paltardı oyundan sevdiyim paltar. Başqa bu qılınca tək atmışdım mən tək. Bir dənə qara kart var ya elmas o bax pulsuz verdi tək atmışdım. Yəni baxın bunu dedim. 7 dəfə BR-də qəhrəman olmuşam. 7 dəfə etsə ümumi 14 dənə eləyir. Mən indi buradakı baxım üçün bax profilinə isə BR-də 6 dəfə qəhrəman olmuşam. Etsə də 7 dəfə. İndi etsə bir dənə olacağam 8 olacaq 14-də. Çatıram eski hesabıma. Kostyum olaraq dostlar, eski hesabım kostyum olaraq çox bərbad idi da. Hesabım baxım nəsə səviyyədir. Bir dənə baxım. Yadımdan çıxdı. İşte 56 gördüm mən orada 56. Hə 56. Baxın dostlar 56 səviyyə idi. İçində yalan deyirəmsə manev sövq qoysa qoyunda. Bax anamın 53 dənə anamcan deyirəm. 53 dənə paltar var idi üstlükdə. Baxın bu köynək paltar. İndiki hesabım 53 səviyyədir. 86 dənə paltar var amma düzən paltarın bir 40 dənə 30 dənəsi falan filan el pulla elmasını almışam. Neyse dostlar sağ olun bugünkü videomuz bu kadar idi. Çok danıştım, dəhşət çox danıştım. Bu son zamanlar videolarda çox danışıram da mən. Yəni dostlar sizdən bax soruşum bunu. Axırıncı dəfə soruşmuşdum, bilmirəm bilirsiniz, işləyibsiniz yoxsa yox. Mənim niyə oyunumun arxası qaqa baxın Free Fire Max-dır. Bax anamın canını istəyirsiniz inanmırsınız göstərim sizə. Baxın bir dənə gözə çıxıb videonu göstərim də sizə nətərdir. Baxın dostlar, mənim oyunlarım bunlardır. Free Fire, Brawl Stars, PUBG Mobile yükləmişəm. Roblox oynayıram, futbol da arada girirəm. Baxın, bu Free Fire görürsən Max deyil. Free Fire-in özüdür. Üstünə bastıram qaqa. Baxın, Max deyil, gördünüz də Max deyil. Niyə belədir? Niyə belə Max kimi görünür arxası? Baxın, baxın. Burada baxın, bu nə bilim silahlar falan belə. Mən də istəyirəm, nə qədər adam arxası belə mavidir. Amma məndə belədir. Elə mən dedim bəlkə Free Fire silib yükləyim. Hələ də belə oldu. Bu nədir? Başqa bir dənə gözləyirəm. Videonun içindəykən bunu tez silim. Baxın, bu xəritələrin zəhləm gedir deyə. Bunlar mütləq silməliyəm. Solara vızqırt. Arif sən də vızqırt. Bax, Kalahari Severada bir də Bermuda. Mənim İngiliscədən və favorit və sevimli, xoşladığım xəritələr bu üçüdür. Əgər desəz ən sevdiyim xəritə nədir? Birinci yerdə Kalahari qoyaram. İkinci yerdə Bermuda, üçüncü yerdə Severada. Arafla Solaranı heç sevmirəm. Alpine nə də elə biri də var. Nəysə də dostlar, başımı buraxın. Bugünkü videomuz bura qədər idi. Sağ olun videoma baxdığınız üçün. Özünüzə yaxşı baxın. Sonrakı, yəni sabah dostlar bəlkə video atamadım. Elə atamayacağam məncə də. 3 dənə hazırlığım var. Deyim xəbəriniz olsun. İkinci günə yəni video ata bilmərəm. Saat ikinci gündür. 3 dənə hazırlığım var. Biri səhər saat 8-dədir. Ondan çıxıb gələcəm məktəbə. Məktəbdən 2-də gələcəm. 2-də gəldikdən sonra 30 dəqiqə sonra 3-ün yarısı gedəcəm ingilis dil hazırlığına. İngilis dili qurtardıqdan 3-ün yarısı başlayır, 4-də bitir. Və 10 qutardıqdan 30 dəqiqə sonra gedəcəm riyaziyyata. Yəni 4-də bitir. Yəni 5-in yarısı gedəcəm riyaziyyat hazırlığına. Düz oradan da 5-in yarısı gedirəm. 18:06-da gələcəm evə. Yəni mən evə gələndə yorğun oluram, yatıram falan. Ona görə bəlkə evə yatmıram çox da. Evə gələn kimi biraz siz bir nətər eləyəcəm, dincələcəm. Dincəldikdən sonra atacağam, video çəkib atacağam. Axşam heç atanmaram 23-dən. Axşam sonra
futbol var. Liverpool. Mən Liverpool'la PSG-yə baxacağam. Barcelona desən Atletico oynayır. Nəysə. Mən yəni Çempionlar Liqası desəz tutdum kan nədir? Mən belə PSG-dir. Keçən də PSG-yə tuturdum, bu il də PSG-yə tuturam. Nəysə dostlar, özünüzə yaxşı baxın. Sonraki videolarda görüşərik. Sağ olun.